elmin zirvəsində bir dərviş, ağlın və qəlbin rəhbəridir. Zamanın o üzündən gələn bir səs, İmam Qəzali. Sirlərlə dolu həyatı, nəfs ilə mübarizəsi və qəlbləri dirildən sözləri ilə əsrlərdir nur saçır. Elə insan var ki, yalnız yaşadıkları dövrü deyil, bütün bəşəriyyətin ruhunu dəyişdirirlər. İmam Qəzali məhz belə bir insandır. O, bir fiqh alimidir, bir filosof, bir sufi. Amma hər şeydən əvvəl həqiqəti axtaran bir qəlb idi. Bu video onun daxili aləminə kiçik bir səyahətdir. 1058-ci ildə Xorasanın Tuz şəhərində anadan olub. Atası yun eyrən, amma könlü ilimlə dolu olan dindar bir sənətkar idi. Ölümündən əvvəl oğullarının elm öyrənməsi üçün onları bir sufi dostuna əmanət etmişdi. Balaca Qəzzali kasıblıq içində böyüdü, lakin onun ağlı zamanını aşırdı. Gənc yaşda Nişapura yollandı. Orada dövrünün böyük alimi İmam-ül-Hərəmin Cüveyni ilə tanış oldu. Fəlsəfə, məntiq, fiqh, kəlam, dil elmləri, Qəzzali bunların hamısını mənimsədi və qısa zamanda məşhur oldu. Hələ 30 yaşı olmadan Bağdaddakı Nizamiyə mədrəsəsinə müdərris təyin olundu. Bu, bir alimin çata biləcəyi ən yüksək vəzifə idi, sarayın hörmətlisi idi, elmi dairələrin ulduzu, tələbələrin örnəyi olmuşdu. Amma bir şey çatışmırdı, qəlbində bir boşluq vardı. Bir gün dərs deyərkən dili tutuldu, danışa bilmədi. Daxilində böyük bir qorxu, ölüm qorxusu, Allahın huzurunda hesab qorxusu vardı. Deyirdi, bildiklərimi yaşaya bilmirəm və bir qərar verdi. Hər şeyi dərk edəcəkdi. Qəzzali hər şeyi buraxdı, vəzifəni, şərəfi, zənginliyi, tələbələri, sanki bir ölünü axtarırmış kimi, özü ilə üz-üzə gəlməyə yollandı. Bu səfər təxminən 10 il davam etdi. Şamda, Qüdsdə, Məkkədə, zaviyələrdə, məscidlərin divarları arasında gecələrlə təfəkkür etdi. Nəfsini tərbiyə etdi, qəlbini saflaşdırdı. Dedi, yalnız ağıl yetmir, həqiqət qəlbin gözüdür. Sufizmlə dərinləşdi, əməllə həqiqəti birləşdirdi. Bu illərin məhsulu İhya-u Ulumiddin oldu, yəni dini elmlərin dirilişi. Bu əsər sadəcə bir kitab deyil, Qəzzalinin daxili səyahətinin yazıya çevrilmiş halıdır. Namazdan səbrə, elmdən ticarətə, qəlbdən əxlaqa qədər hər şeyi əhatə edir və əsrlərdir oxunmağa davam edir. Son illərində doğulduğu Tusa qayıtdı. Orada kiçik bir mədrəsə qurdu. Bu kimi yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, Ozan TV YouTube kanalını takip edə və aşağıdakı linkdən digər sosial şəbəkə hesablarını izləyə bilərsiniz.